Salam dostlar. Bugünkü videoda yuxuda arı görməyin müxtəlif mənalarını araşdıracağıq. Bəzilərimiz üçün arılar qorxunc ola bilər. Amma yuxuda arı görməyin arxasında çox maraqlı yozmalar var. Əgər yuxuda arı görmüsünüzsə, bu adətən əməyi, məhsuldarlığı və səyahəti simvollaşdırır. Arılar çox çalışqan varlıqlardır və yuxuda onları görmək sizin də eyni dərəcədə çalışqan olduğunuzu göstərə bilər. Bəs arının sizi sancması nə deməkdir? Arının sancması, adətən həyatda sizi narahat edən bir vəziyyətin və ya şəxsin varlığını simvolizə edir. Bu, bəlkə də qarşılaşdığınız bir çətinlik və ya problemlə əlaqəli ola bilər. Yuxuda arı öldürmək yaxşı əlamət deyil. Bu, itki və ya uğursuzluqla əlaqələndirilir. Amma qorxmayın, hər bir yuxu mütləq gələcəyimizi təyin etmir. Arı çanı görməksə əksinə çox müsbət bir işarədir. Bu, adətən bol məhsuldarlıq və uğurla əlaqələndirilir. Yuxuda arı yuvası görməksə ailə və dostlarla bağlıdır. Bu, adətən yaxın zamanda ailə daxilində və ya dostlar arasında gözəl hadisələrin baş verəcəyindən xəbər verir. Yuxuların müxtəlif yozmalarını nəzərə alaraq, onları anlamaq həyatımızda bəzi məna və ya xəbərdarlıqların olduğunu göstərir. Yuxular bəzən bizə nəyi dəyişdirməli olduğumuzu və ya hansı addımları atmalı olduğumuzu göstərir. Siz yuxularınızda arılar görmüsünüz. Şərhlərdə paylaşın və bu videonu bəyənin. Növbəti videoda görüşənədək sağ olun.